Xoş gəlmisiniz Könül xanım. Necəsiz? Teşekkür Natavan xanım. Çoxdan da istəyirdim bir dərdimi deyə biləcəyim adam olsun. Çünki son vaxtlar özümü çox narahat hiss edirəm. Həm səhhətimdə problemlər hiss edirəm, həm müəyyən işlərimdə hiss edirəm. Yaxşı deyiləm. Allah razı olsun yaxın bir adama dedim ki, mən yaxşı deyiləm. Və mən bilmirəm neyim, belə qəribə hiss edirəm özümü, elə bilirəm ki, belə sıxılıram, boğuluram. O da sizi məsləhət gördü. Əslində Könül xanım düz ünvana gəlmisiniz və neçə vaxtı da istəyirsiniz gələsiz, gələ bilmirdiniz, yollarımız bağlı idi. Siz pandemiyadan sonra bu günə düşmüsünüz. 20-ci ildən sonra bu gündəsiz. Hər şey yaxşı idi sizdə. Siz hətta bir dəfə adam vuracaqdınız, avariyadan qurtarmısınız, ölümdən qurtarmısınız. Sıxıntı içindəsiniz, əməl cadu olunub, sizin yatdığınız paduşkanın içində qıfıl var, əməl var və sizin dost dediyiniz adam, xanım sizdə gəlib qalıb, 3 gün sizdə qalıb və o eləyib. Gedib baxarsınız, tikişlər var ki, ayrı bir sapla tikilib, baxmamısınız siz ona və sizdə güclü əməl cadu var, bütün işləriniz dayanıb, heç özünüzdə deyilsiniz, havalı kimisiniz. Elə bir dünyanın sonudur, küskünsüz, ruhsuzsuz. Heç işlərinizi də yaxşı apara bilmirsiniz. Çox çətinlikdəsiz. Bunun o yanında yoxdur, bundan o yana mən sizə heç deyə bilmərəm və o çətinliyi də götürmək lazımdır. Əməli cadunu, mənfi enerjini əgər qorxmursunuzsa ilanla eləyə bilərəm. Siz danışdıqca elə bilin mənlə yaşamısınız. Elə bilin hamısını bir yanımda görmüsünüz. Natavan, yəni bura qədər gəlmişəm. Bu bütün bunlar, dedikləriniz, çox vaxt insanlara yaxşılıq edirsiniz, bilmirsən nə olacaq da. Yəni. Həqiqətən bu rəfiqəm qalıb bizdə, olub bizdə. Yəni inana da bilmirəm ki, o belə bir şey eləyə bilər. Bunlar keçəcək. Bəli, keçəcək. Siz hara gəlmisiniz? Ona görə də arxayın olun. Mən sizə kömək eləyəcəm, Allahın köməkliyi ilə. Sizə mən canavar dişi də verəcəm və onu həmişə saxlayacaqsınız üstünüzdə. İlandan da sizi müalicə eləyəcəm inşallah. Gedib həmin o dediyim paduşka rozva rəngindədir. Onu elə yatdığınız, bu dəqiqədə hal-hazırda yatağın üstündədir. Onu götürüb açırsınız və sabahlar gətirirsiniz mənim yanıma. Nə lazımdırsa eləyəcəm, kömək eləyəcəm sizə. Amma qorxmayın. Bu sizə tərəf gələcək, səbirli olun. Nəsə yığılmışdı. O yığılan buna mümkün birləşdi. Könül xanım, əvvəlki Könül xanımla indiki Könül xanımın fərqində. Çox yüngülləşdi. Elə bir boğazımda belə yığılmışdı bir kədər, bir narahatlıq. O yerində yoxa çıxdı. Görsən yüngülləşməsiz. Çox. Bayaqki ilə indikində üzünüzdə nə qədər fərq oldu sizin? Çox belə yüngül, çox rahat. Qəribə bir gülümsəməsəydi. Elə yüngülləşmişəm ki. Həyəcanı. Çox həyəcanlıyım və çox belə rahat hiss edirəm. Quş kimi. Gələndə elə bir ki, çiynimdə belə kubiklər var idi, nə bilim, daş var idi. Belə sıxılmışdım. Yəni o məndən apardı. Belə qəribə rahatam. Hə, lap yaxşı. Çox xoşdur. Lap yaxşı. Çox xoşdur.